Deməli uşaqlar, 5 aprel 2026-cı il tarixdə keçirilmiş 9-cu siniflərin buraxılış imtahanının birinci mətninin izahı ilə tanış olaq. Bir xatirə mətni. Yəqin ki, mətni oxumusunuz, ona görə də suallardan başlayıram. 37-ci sualda deyir ki, mətndə nöqtələrin yerinə hansı ifadə yazılsa, məzmuna xələl gəlməz. Yəni demək istəyir ki, bu variantlardan biri oradakı cümləyə uyğun gəlməlidir. Anam peşman olmuş kimi məni nəsə olmalıdır burada və ağladı. Burada peşman olmuş kimi sözü bizə nəsə deyir. Yəni peşman olubsa, deməli nə edə bilər? Peşman olur, bağrına basır və yaxud da qucaqlayır, ağlayır. Burada qucaqlamaq yox, bağrına basmaq sözü var deyə. Elə cavab A variantı olacaq. Çünki biz burada peşman olmuş kimi məni başdan elədi olmaz. Məntiqi uyğunsuzluq olacaq. Peşman olmuş kimi məni təngə gətirdi olmaz. Peşman olmuş kimi məni ürəyindən keçirdi olmaz. Peşman olmuş kimi məni gözündən qoydu olmaz. Yalnız bağrına bastı uyğun gələcək məntiqi olaraq və xələl gəlməz. Ona görə də cavab A variantıdır. Hansı fikirlər mətnə aid plan bəndi hesab edilə bilməz? Yəni mətnə başlıq kimi qoyula bilməz hansısa bir hissəsinə. Gözlənilməz hədiyyə. Bu var idi, çünki hədiyyə olaraq pencəyi qonşusuna bağışlayır. Ona görə bu ola bilər. Bir çıxırıq. Bir olan variantları da çıxırıq. Güllü xalanın yalvarışı. Burada uşaqlar Güllü xalanın oğluna pencəyi verir, amma Güllü xala yalvarır deyə vermir. Yəni orada yalvarış hissəsi yoxdur. Güllü xala heç bir hissədə yalvarmır. Davam edirik. Deməli, burada Güllü xalanın yalvarışı hissəsi yoxdur. Yəni biz Güllü xalanın yalvarışını görmürük. Ona görə plan bəndi hesab edilə bilməyəcək. Qısa müddətli sevinç bu var idi. Çünki pencəyi ona bağışlayanda həqiqətən də əziz sevinir, amma bir müddətdən sonra artıq gəlir pencəyi ondan alır. Bu qısa müddətli sevinç ola bilər. Unudulmayan hadisə. Nəticə hissəsində görürük ki, həqiqətən də deyir ki, yaddaşımda qalıb bu hadisə. Deməli ola bilər. Səxavətli olmağın mükafatı. Bax, bu ola bilməz. Çünki burada səxavətli olmağın mükafatını biz görmürük. Sadəcə anası sonunda peşman olub onu qucaqlayır. Mükafat yoxdur yəni burada. Səxavətli olan da anası idi əslində. Çünki uşaq əslində özü istəmirdi pencəyini vermək. Ona görə də 2-5 olacaq, cavabımız C variantıdır. Mətndə üzərində rəqəm yazılmış hansı söz verilmiş cümlədə kontekstdəki mənasını işlənmişdir? 4 deyir. 4 deməli burada 4 olan çıxart pencəyimi deyə qışqırdım. Pencəyimi çıxartmaq və küləyin ağacı yerindən çıxartması. Eyni mənada deyil təbii ki. Ağacın yerindən qopması mənasındadır. Amma burada isə geyimi çıxartmaq eyni mənada deyil. Ona görə bir anı çıxırıq. Xahişləri nəzərə alaraq qəbul saatlarını uzatdılar. Burada 3-ə baxaq. Deməli, Güllü xalaya pencəyi uzatdı. Pencəyi Güllü xalaya uzatmaq həqiqi mənadadır, amma yəni vermək mənasındadır. Burada isə qəbul saatlarını uzatmaq məcazi mənadadır. Yəni eyni mənada deyil. Ona görə fərqli leksik mənalarıdır deyə eyni deyil. Variant bu deyil. Kemal hər kəsin önündə danlandığı üçün bərk tutuldu. 5-də deyir ki, Güllü xala tutulmuşdu. Burada tutulmaq mənasında, yəni tutulub qalmaq, insana məxsus olan tutulub qalmaq, donub qalmaq mənasındadır və hər ikisi də həqiqətən də eyni mənadadır. Ona görə də cavabımız elə C variantı olacaq. Nəşriyyat hər il olduğu kimi bu ildə çoxlu kitab buraxdı. Burada deyir ki, 2-də çəkmələrim su buraxdı. Çəkmələrin su buraxması və nəşriyyatın kitab buraxması eyni mənada deyil təbii ki, ona görə deyini çıxırıq. Müdir gündəlik problemlərin müzakirəsindən sonra iclası bağladı. Burada deyir ki, deməli 1-də başına bağladığı yun örtük. Örtüyü başına bağlamaq və iclası bağlamaq təbii ki, məcazi mənadadır və eyni mənada deyil. Ona görə cavabımız olacaq burada C variantı. Mətndən əvvəlində hansı rəqəmlər qoyulmuş cümlələr çıxarılsa, məzmun ardıcılığı pozulmaz. Burada nə edirik? Həmin cümlələri çıxarırıq, baxaq görək. Ondan əvvəlki cümlə ilə ondan sonraki cümlə art-arda davam edə bilirmi? Məsələn, birinciyə baxaq. Mən qarı yarardım, o isə ayaqlarını mənim izimə qoyardı. Çəkmələrim su buraxsa da əzizinki kimi köhnə deyildi. Gördüyünüz kimi birinci cümləni oradan çıxarmaq olar. Heç olmasa mənim əlimdə qalan pencək var idi. Bu cümlə elə də böyük məna kəsb eləmir. Yəni məzmuna xələl gəlmir bunu çıxardıqda. Ona görə də məzmun ardıcılığı pozulmaz deyə biri götürəcəyik. 2-yə baxaq. Axşama yaxın idi. Anamın bir gözü Əzizin cırıq pencəyində idi. Baxın, 2-ni çıxarsaq, Əzizlə anası içəri girdilər hissəsi olmasa, ananın gözü necə Əzizin cırıq pencəyində ola bilər axı? 2 deməli həqiqətən önəmli bir cümlədir. Çıxarmaq olmaz. Ona görə 2-ləri çıxırıq. 3. Güllü deyir ki, mənə düzəltdiyi pencəyi Güllü xalaya uzatdı və dedi. 3-ü
çıxarsaq dünya gözlərində qaraldı. Dedidən sonra dediyi cümlə olmalıdır axı. 3-ü çıxarsaq dediyi cümlə gəlmir və həqiqətən də məzmuna xələl gələcək. Ona görə 3-ü də çıxırıq. Yəni olmaz. Cavabımız bu deyil. Pencəyimi apardılar. Otaqda dayana bilmirdim. Ayaqyalın başı açıq Əzizgilə qaçdım. Bax görürsünüz ki, uyğun gəlir. Yəni anamın gözlərindən yayınıb bayıra çıxdım cümləsi olmasa da olar. Onsuz da digər cümlədə Əzizgilə qaçdım dedikdə artıq biz bilirik ki, otaqda dayana bilməyib və Əzizgilə gedib. Yəni bu cümləni çıxara bilərik. Məzmuna xələl gəlməz. 1-4 cavabımız elə B variantıdır. 5-ə baxaq. Pencək əlimdən düşdü. Anam pencək peşman olmuş kimi məni bağrına basıb ağladı. Lakin həmin hadisəni köhnə pencək üçün axıdılan göz yaşlarını unuda bilməmişəm. 5-i çıxara bilmərik. Məzmuna həqiqətən də xələl gələcək. Çünki əsas cümlələrdən biridir. Ona görə də cavabımız olacaq B variantı. Mətndə çərçivə daxilində verilmiş ifadənin şərhi ilə bağlı doğru fikri müəyyən edin. Ver, Əziz geyinsin, Həmzəninki hələ karına gəlir. Kara gəlmək frazoloji birləşmədir uşaqlar və məcazi mənadadır təbii ki. Məcazi olduğuna görə B, D və Y variantları arasında qalmalıyıq və kara gəlmək işinə yaramaq mənasındadır. Yerinə də qoyub tapa bilərdiniz əslində. Cavab olacaq burada Y variantı. Mətnə əsasən Əziz və Həmzə üçün ortaq cəhətləri müəyyən edin. Əziz və Həmzənin ilk hissədən, yəni giriş hissəsindən görürük ki, deyir, atam müharibəyə getdi. Əzizin də atası müharibədə idi. Deməli, müharibədə olması, yaxınının müharibədə olması ortaq cəhətlərdən biridir. 2. Anası tərəfindən məzəmmətlənmək, yəni tənqid olunmaq, danlanmaq. Bu yalnız deməli Həmzəyə aid idi. Əziz danlanmamışdı çünki. Bunu çıxırıq, birləri çıxırıq. Birləri çıxırıq, 2-ni götürürük, elə cavab alınır əslində. Yenə də baxaq. Həmyaşıd olmaq. Bu düzdür. Çünki Əziz də, Həmzə də eyni bir sinifdə oxuyurdu. Məktəbə də deyir ki, Əzizlə birgə gedirdik. Eyni sinifdə oxuyurlarsa deməli yaşıd olmaları doğrudur. 2-4 olacaq cavabımız Y variantı. 5-ə də baxaq, başqasının göz yaşlarına səbəb olmaq. Burada deməli Əzizin göz yaşlarını görürük. Həmzə səbəb olur, amma Həmzənin göz yaşlarını görmürük. Çünki heç bir hissədə Həmzə ağladığını görmürük. Ona görə də 5-i götürmək olmaz. 2-4 olacaq cavab. 43. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Əziz və Həmzə müharibənin gətirdiyi məhrumiyyətlərlə üzləşirlər. Bu doğru fikirdir. Çünki pencəyin üstündə təsirlənmək, bu hadisənin yaddaşından silinməməsi, eyni zamanda şiddətli soyuq halında burada ikinci abzasda biz görürük ki, soyuq olsa da onlar məhrumiyyətlərlə üzləşirlər. Deməli, ayaqlarında məsələn çəkmələri su buraxır, köhnə paltarlara getməli olurlar. Pencəyi atasının pencəyi idi, təzə deyildi. Bunlar hamısı məhrumiyyətlərdir və bir doğru fikirdir. Həmzə anasının etirazına baxmayaraq pencəyi Əzizdən geri almaq üçün onların evlərinə gedir. Burada uşaqlar anasının etirazına baxmayaraq hissəsi doğru deyil. Ümumiyyətlə anasının xəbəri yox idi bundan. Çünki deyir ki, anamın gözündən yayınıb bayıra çıxdım. Ona görə də bu yanlışdır. 1 götürürük, amma 2-ni yanlışdır. 2-ni götürməyəcəyik. Həmzə onun üçün alınmış pencəyin Əzizə bağışlanması ilə barışa bilmir. Burada uşaqlar, onun üçün alınmış hissəsi yanlışdır. Çünki bayaq da dediyim kimi, onun üçün alınmış bir pencək yox idi. Burada deyir ki, atamın pencəyini anam mənim üçün düzəltmişdi. Baxın bu hissədə. Yəni yeni alınmış pencək yox idi. Ona görə 3 yanlışdır və cavab olacaq 1, 3 D variantı. Əzizgilin güzəranlarının Həmzəgillə müqayisədə daha ağır olduğunu təxmin etmək olar. Bu doğru fikirdir. Yanlışın altında yazıldığına görə bunu götürə bilmərik. Çünki həqiqətən də Əzizgildə, yəni belə deyək də, Həmzənin heç olmasa pencəyi var idi, amma Əzizin güzəranı daha pis idi. Onun heç pencəyi belə yox idi, belə deyək. Düzəldilməsi, üzərinə düzəldilmiş olan bir pencək belə yox idi. Ona görə bu doğru fikirdir. Yanlışın altında yazıldığına görə bunu götürə bilməyəcəyik. Cavabımız D variantıdır. Mətnin tərkib hissələrlə bağlı yanlış fikri müəyyən edin. Mətnin hər 3 tərkib hissəsində fikirlərin ardıcıllığı gözlənilmişdir. Yəni giriş də, əsas da, nəticə hissəsi də doğrudur. Hər biri yerindədir. Abzasların ardıcıllığı pozulmayıb. Bu düzdür. Nəticə hissəsinə əsasən bəzi hadisələrin insanın zehnində həkk olunduğu qənaətinə gəlmək olar. Burada nəticə hissəsində deyir ki, o vaxtdan çox əhvalatlar olub, əksəriyyətini unutmuşam. Lakin həmin hadisəni unuda bilməmişəm. Deməli doğru fikirdir. Həmzənin anasının baş verən hadisəyə münasibəti əsas hissədə öz əksini tapmışdır. Doğru fikirdir. Deməli burada anası əvvəlcə
tutulub qalır. Burada deməli deyir ki, evə qayıtdım, pencək qollarımın üstündə idi. Anam heykəl kimi qabağımda dayanmışdı. Dediyi ağır sözlər sifətimə şillə kimi dəydi. Pencək əlimdən düşdü. Anam peşman olmuş kimi məni bağrına basıb ağladı. Həqiqətən münasibəti var burada. Doğru fikirdir. Giriş hissəyə əsasən uşaqların ataları haqqında ilkin məlumat əldə etmək olar. Doğrudur. Atam müharibəyə getdi. Deyir ki, onun da atası müharibədə idi. Doğru fikirdir. Hadisənin müharibə dövründə baş verməsini yalnız giriş hissəsində əsasını müəyyən etmək olar. Düzdür, giriş hissəsində əsasında bizə məlumat verilir, amma müharibə hissəsi təkcə burada deyil. Çünki burada deyir ki, baxın, pencəyi əlindən alınanda burada deyir ki, müharibənin üzü qara olsun. Belə bir ifadə işlənir. Çıxart bala, deyə Güldü xala nəhayət dinləndi. Müharibənin üzü qara olsun, bircə bitib qurtarsaydı. Deməli, əsas hissədə də bizə müharibə baş verməsi haqqında məlumat verilib. Yalnız giriş hissədə deyil. Ona görə də Y variantı yanlışdır və cavabımız Y variantıdır. Deməli, 45-ci sualda cədvəl var, onu bizdə yoxdur. Amma 46-cı sualda deyimi əlaqələndirə bilərik. Müharibənin yükü böyüklərin çiynində, ağrısı uşaqların qəlbindədir. Bu fikir həqiqətən də mətnlə əlaqəlidir. Çünki şifahi olaraq deyirəm, siz yazılı olaraq ümid edirəm ki, bu meyarlara uyğun olaraq cavab yazmısınız. Yazmaq olar ki, müharibənin yükü böyüklərin çiynindədir. Çünki biz uşaqların atasının müharibədə iştirak etdiyini və ailənin çətin vəziyyətdə qaldığını görürük. Ağrısı uşaqların qəlbindədir fikri də doğrudur. Çünki nəticə hissəsindən bizə məlum olur ki, o vaxtdan çox hadisələr keçsə də, həmin hadisəni Həmzə unuda bilməmişdi. Həmişəlik yaddaşında qalmışdı. Ona görə də ağrısı uşaqların qəlbindədir deyimi həqiqətən də mətndə uyğundur. Bu fikirləri yazmaq olar.